Hər vaxtınız xeyir uşaqlar. Bugünkü mövzumuz 6-cı sinif riyaziyyatdan ən kiçik ortaq bölünən, yəni əkobdur. Qısaca dərsin izahına baxaq, sonra keçək tapşırıqlarımıza. Deməli, ən kiçik ortaq bölünənin tapılması. Əkobu tapmaq üçün əbobda olduğu kimi bizə verilən ədədləri ilk öncə sadə vurğulara ayırırıq. Deyək ki, bizə verib ki, əkob 12, 18 məsələn. İlk öncə sadə vurğulara ayıraq. 18-i də sadə vurğulara ayıraq. Yenə ortaqların qeyd edək. Ortaqları qeyd etdik. Ortaqları qeyd edəndən sonra mən bu şəkildə izah edirəm. Kitabda yazır əvvəlcə ədədlərin birinin ayrılışı yazır, sonra alınan hasil digər ədədin ayrılışında olan, lakin birinci ədədin ayrılışında çatışmayan sadə vurğulara vurulur. Eyni şeydir. Mən sadəcə bunu sizə lori dildə deyirəm. Böyük ədədi götürürük. İkisindən biri hər zaman böyük olur da. Böyük ədədi götürürük. Kiçik ədəddə böyükdə olandan hansını biz qeyd eləmişik? 2 var, 3 var. Hansı qeyd olunmayıb? 2 olunmayıb. Həmən ədədi götürüb 2-yə vururuq. Bu deyir 36. Əkobun yəni 12, 18, 36 dedik. Təkrar edək. Sadə vurğular ayrıldı, ortaqlar qeyd olundu. Ondan sonra böyük ədəd götürülür. Kiçikdə hansını işarələməmişiksə, qeyd etməmişiksə ona vurulur. Ona görə həmişə bu əkobda sadə vurğuları ayırdığınız zaman ortaqları qeyd eləyin ki, sizə tapmaq daha rahat olsun. Bu belə. Sonra əkobda belə bir qayda var. Əkobda verilən ədədlər, içərisində verilən ədədlər biri digərinə tam bölünürsə, o zaman əkob bölünənə bərabər olacaq. Necə? Məsələn, misal verirəm. 15, 30. Biz bunu sadə vurğulara ayırıb da tapa bilərik, amma biz qayda öyrəndik də. Dedik ki, bu mötərizə içərisində olan ədədlər. Biz bilirik ki, 30, 15-ə bölünür. Cavab 2, 2 bizə alman lazım olmayacaq. Necə lazım olmayacaq? Yəni, misalı yazanda 2-dən istifadə eləməyəcəkdir. Amma bunu bölməliyik, baxmalıyıq ki, həqiqətən də 30, 15-ə tam bölünürmü? Biz bunu nə deyirik? Bölünən, 15-ə bölən, 2-də heç. Deməli, əkob qaydanı təkrar eləyirəm. Biri digərinə tam bölünürsə, əkob bölünənə bərabərdir. Amma əbobda yadınıza gəlirsə, əbobda bölənə bərabər olurdu. Mən bunu necə, yenə daha da yadda saxlamaqdan ötürü nə deyirəm? Deyirəm ki, əkobda əgər biri digərinə tam bölünürsə, götürün ən böyüyün. Bax, əkob ən kiçik demək deyil. Ən kiçik olanda böyüyün götür. Əbob verildiyi zaman, ən böyük olduğu zaman kiçiyin götür. Əgər biri digərinə tam bölünürsə. Tərsi kimi götürün. Kiçik olanda böyük ədədi götürməlisən. Deyək ki, məsələn, çaşırıq da, indi ilk dəfədir, məsələn, tanış oluruq, elə uşaq var ki, indi zəif bilənlər çətinlik çəkə bilər. Ona görə belə lori dildə də izah eləməyə çalışıram ki, sizə daha rahat olsun. Kiçik əkobu tapanda böyük ədəd götürülür, əbobu tapanda kiçik ədəd götürülür. Qayda ilə desək, biri digərinə tam bölünəndə əkobu bölünənə bərabərdir, əbob bölənə bərabərdir. Bu bir qaydamız. Digər qaydamız qarşılıqlı sadə ədəd olan zaman. Məsələn, yazıram ki, əkob 7, 8 məsəl üçün. 7 ilə 8 biz bilirik ki, qarşılıqlı sadə ədədlərdir də. Heç bir ortaq vurğu yoxdur, yalnız birdir. Ortaq böləni yoxdur, yalnız birdir. Biz qaydamız nədir? Qarşılıqlı sadə ədəd olanda əkoblar onların hasilinə bərabərdir. Əbobda isə, məsələn, desəm əbob 7, 8 olar 1. Deməli, qarşılıqlı sadə ədəd bura yazaq.
Qarşılıqlı sadə ədəddə əkob onların hasilinə bərabərdir. Əbob 1-ə bərabərdir. Bu belə. Sonra bir qaydamız var. Necə? 3 dənəli əkobun, 3 ədədin əkobunun tapılması. Məsələn, burada elə kitabda misaldan götürüm. Əkob 8, 40 və 50 verib. Bizə qaydamız nə deyir? Deyir, əgər əkob sizə 3 ədədli əkob verilibsə, ilk öncə istədiyiniz 2 dənə ədədi götürüb əkobunu tapırıq. Yəni, bu 3 dənədən istədiyimiz 2 dənəsini götürüb əkobunu tapmalıyıq. Gəlin, birinci hər birin sadə vurğulara ayıraq. Əlini də ayıraq. Yox, 52-yə böləndə 25, 5-ə böləndə 5, 5, 1. Biz 8-dən 40-ı götürürük. Bax, kənarda da bu şəkildə yazaq. Əkob 8, 40. Gəl, birinci bunun cavabını tapaq. 8 ilə 40-ı sadə vurğulara ayırdıq. Ortaqlarını qeyd eləyək. Elə 8 ilə 40-ın ortağı onsuz da 40-dır. Niyə? Onsuz da 48-ə bölünür də. Bayaq öyrəndiyimiz qayda. 48-ə bölünürsə, əkob ən böyüyünə bərabər olacaq. Yəni, bölünənə bərabər olacaq. Biz tapdıq ki, əkob 8 ilə 40-ın cavabı 40-dır. İndi biz digər tərəfdən tapmalıyıq əkob 40 ilə 50-ni. 40-ı yenə mən burada sadə vurğulara ayırım ki, bunun üstündə bir də təzədən yazmayaq. 50-ni də burada yenidən ayıraq. Yenə ortaqlarını qeyd eləyək. Nə oldu? Böyüyü götürürəm, kiçikdə işarələnmədiklərimizə vururuq. Deməli, 2 kimi 4, 5-i də eləcək 200. Əkobumuz 200 alındı. Deməli, neynədik? İlk öncə istədiyimiz 2 dənəni əkobun tapdıq. Sonra həmin aldığımız 2 dənədən bir dənə cavab almışıq axı. Həmin bu aldığımız cavabla digərin hansı qalıbsa onun əkobunu tapırıq. İzahlarımız bu şəkildə. İndi gəlin misallar üzərində də yenə hər hansı bir qayda çıxsa, yenə təkrar izahını verərəm. Başlayaq tapşırıqlara. Nömrə 1. Nə deyir? Deyir, ədədlərin sadə vurğuları ayrılışından istifadə edərək əkob AB-ni tapın. Gəlin tapaq. Ədədlər ver. A verib 2 vurulsun, 2 vurulsun, 3 vurulsun 5-dir. Yəni, A 60-dır. B də 2 vurulsun, 2 vurulsun, 5 vurulsun 7. B də 140-dır. Deməli, nə oldu? Əkob 60, 140. Biz yenə bax, ortaqları qeyd edək. Böyüyümüz hansıdır? Böyüyümüz 140-dır. 140 vurulsun. Kiçikdə hansını qeyd eləməmişik? 3-ü. Cavab 420. İkincisi, A-nı verib 2 vurulsun, 3 vurulsun, 3 vurulsun 11. A bərabərdir 198-ə. B-ni nə verib? 3 vurulsun, 3 vurulsun, 5 vurulsun 11. B də bərabərdir 495-ə. Əkobumuz deməli nədir? 198, 495. Bərabər qoyaq, ortaqları qeyd edək. Yenə böyüyümüz hansıdır? 495. Kiçikdə hansını qeyd etməmişik? 2-ni. Bu şəkildə. Üçüncüdə deyir. Mən sizə belə göstərim. A-da verir 2 vurulsun, 3 vurulsun, 3 vurulsun, 5 vurulsun 7. Yəni A bərabərdir 630 olur. B də bərabər 2 vurulsun, 2 vur, 5 vur, 7 vur, 7. B də bərabərdir 950.
80. Ekop 630'dan biz 980 tapmalıyıq. Yenə ortaqlar qeyd edək. Böyüyü götürək. Vuraq 3 vurulsun 3. Bu dedi 8820. Və sonuncusu dördüncü. Deməli A'mız olur 462. B'miz olur 693. Biz tapmalıyıq. Ekop 462 693'ü bərabərdir. Qeyd edək. 693 vurulsun 2'ye. Birinci tapşırığımız bu şəkildə. Keçək ikinciyə. Deyir ki, verilmiş ədədləri sadə vurğuları ayıraraq ən kiçik ortaq bölünəni tapın. Yəni nə deyir? Ekobu tapda deyir. Qısa. Nömrə 2. Yazaq birinci. Ekob 12, 18. 12'ni sadə vurğulara ayıraq. Ortaqları qeyd edək. Qaldı 18 vurulsun 2, 36. İkincisi Ekob 16, 20. 16'nı sadə vurğulara ayıraq. Ortaqları qeyd edək. Və böyüyünü götürək. Kiçikdəkilərə vuraq. Üçüncü 15, 40. Ortaqlar yalnız 5'dir. Biz 40'ı da vururuq 3'ə, edir 120. Sonra dördüncü. Ekob 20, 24. Sadə vurğulara ayrılır. Ortaqları qeyd edək. Və ekobumuzu tapaq. 5-ci 18, 24. Hı-hı. 24 vurulsun 3, 72. 6-cı 30, 42. Ekob 30, 42. Ortaqlar qeyd edək. 2 ilə 3. Və 42-ni vuraq 5'ə. 7-ci 33, 39. Sadə vurğulara yenə ayıraq. Bunu yəqin ki, hamı bilər deyə çox da izahını vermirəm. Ən azından biz əbobu keçmişik də artıq. 8-ci 42, 63.
Ve ortaqlar 3 ilə 7. 63 də vur 2. Sonra 9-cu. Yirmi səkkiz 70. Sadə vurğulara ayıraq. Ortaqlar qeyd edək. Və 70'i vuraq 2'ye. 10'uncu. Belə göstərim hamısını sizə, sonra özüm yazım. Çox güman ki, həmin kitabı vardı. Harda qaldıq? 30-36. Bu Əbkobla Əbubu 5-ci sinifində dərsliyindən paylaşmışam. Oradan da baxsaz daha yaxşı olar. Çünki elə uşaq olur ki, məsələn, 5-ci sinifdə heç adi bölən bölünəni tapmaqda biraz çətinlik çəkir də. Ona görə çalışın, onu da vaxt tapdıqca izləyəsiniz. Ortaqları qeyd edək. Və 36'nı vuraq 5'e. Sonra 11, 90, 80. Yox, biz nəyə götürək? Məsələn, 80 vur 90 vurulsun. 2 vur 2 vur 2. 2 kimdə? 4 kim 8. 8'e 90'a vuranda 720. Onsuz da 80 də götürüb 3 üçün 9'a vursaz eyni cavab alacaq. 12. 12'də nə deyir? 35 50. Deməli 35'i sadəcə 5. 13. 45 54. Sadə vuruqlar, ortaqlar bunlar 54 vur 5. 14. 45 60. Yazaq. Onları da 60'ı da vuraq 3'ə. 180 və sonuncu 15. Deməli, Əkom 120 və 200. Ortaqları qeyd etdik. Qaldı 200 vurulsun 3. Bu da belə. Növbəti 3-cü misal. Nömrə 3. Nömrə 3-də nə deyir? Deyir ki, hesablama aparmaqla cavabların səhv olduğunu izah edin və doğru cavabı tapın. Gəlin birinci yazaq. Görək bu hansı qaydalarımıza aid olar sizcə?
Misal necə verilib elə yazaq, doğrusunu altından yazacaq. Deməli, baxırıq ki 10, 11'dir. Ümumiyyətlə biz bilirik ki 2 dənə ardıcıl, natural ədəd qarşılıqlı sadə ədəddir. Bu belədir. Əbobda da keçmişik bunu. İş dəftərində də bir hissəsi var idi. Orada qayda şəklində də vermişəm. Deməli, 2 dənə ardıcıl natural ədəd qarşılıqlı sadə ədəddir. Biz demişik ki, qarşılıqlı sadə ədəd olanda əkob nəyə bərabərdir? Onların hasilinə. Əbobu isə 1-ə bərabərdir. İndi burada əkob nəyə bərabər olmalıdır? 10 vurulsun 11-ə. Yəni cavab 110 olmalıdır. 100 olmalı deyil. Bu səhvdir, bu doğrudur. Yəni birinci sualımızın cavabı səhv verilib, 100 verilib. Amma burada 110 olmalıdır. Sonra ikincisinə baxaq. Yazıb ki, əkob. Mən indi yazdım, burada izahını da verək. Yazıb əkob 22, 44, cavab da verib 22. Yenə yadımıza salırıq ki, bu hansı qaydaya aiddir? Biz dərsin əvvəlində nə demişdik? Əgər ədədlərdən biri digərinə tam bölünürsə, biz bilirik ki, 44 22-yə tam bölünür də, 2 eləyir. 44 22-yə tam bölünürdüsə, cavab yəni tam alınırdısa, əkob nəyə bərabərdir? Bölünənə bərabərdir. Yəni ən böyük ədədə bərabərdir. Burada əkob 22 44 elə 44-ə bərabərdir. Bu da səhv verilib. Cavabımızın doğru cavabımız budur. Əbob amma 22-yə bərabər olardı. Əkob 44, əbob 22. Və sonuncusu, buradan göstərim. 6, 16, 96. Yazıb. Əkob 6, 16 bərabərdir 96. Gəlin altını sadə vurğulara ayıraq. 16-nı da ortaqların qeyd eləyək. Biz alt hissəsindən də cavabımızı tapaq. Neynəməliyik? 16-nı vurmalıyıq 3-ə. Bu da nə eləyir? 48. Deməli, əkob 6, 16-nın cavabı 96 deyil, 48-dir. Yəni, səhv verilib cavabları. Bu hissə bəzən elə kitabda, məsələn, mənim qarşıma çıxıb, burada fərqli şeylər verib, başqa cür cavablar verib. Amma mənim kitabımda belədir, bilmirəm sizdə necə olacaq. Mahiyyəti necə olur olsun, əsas qaydasını bildikdə. Əgər ortaq sadə vurğu yoxdursa, deməli bu qarşılıqlı sadə ədəddir. Neynəməliyik? Ədədləri bir-birinə vurmalıyıq. Əgər biri digərinə tam bölünürsə, əkob bölünən götürüləcək. Normal şəkildə də əkobu tapmaq verilirsə, bu şəkildə də əkob tapılacaq. Bu da belə. Sonra dördüncü. Dördüncüdə nə deyir? Deyir, şifahi tapın və cavabınızı əsaslandırın. Gəlin biz yazaq. Yazıb əkob 15, 30. 15, 30-un cavabını şifahi tapmalıyıq. Qaydamız burada yenə özün göstərir. Nə deyir? Biri digərinə tam bölünürsə, həmin ədədin əkobu bölünənə bərabərdir. Cavabımız 30-dur. Sadə vurğuları ayırıb tapsanız da eyni şeydir. Sonra B variantını verir. Əkob 20, 80. Yenə 80 20-yə tam bölünür. Ona görə cavabımız olacaq 80. 3C variantı əkob 48, 96. Yenə 96 48-ə tam bölündüyünə görə cavabımız olacaq 96. D variantına da baxın. 120, 360. D variantında əkob 120, 360. 360 da 120'ye tam bölündüyünə görə cavabımız olacaq 360. Deməli, hansı qaydamıza aiddir? Biri digərinə tam bölünürsə, əkob bölünənə bərabərdir. 5-ci misal. Ədədlərin orta sadə vurğularının hasilindən istifadə etməklə deyir əkobu tapın. Ümumiyyətlə, yəni əkobu tapın.
Nə verib? Əkop 48, 80. Buradan yazıram. Əkop 48, 80. Sadə vurğulara ayıraq. Səksəni də ortaqları qeyd edək. Nə qaldı? 80 vurulsun 3. 240. İkincisi B-də nə deyir? Əkop 85, 102. Seksen beşi sadə vurğulara ayıraq. 102'ni də ortaqlar bir dənə 17'dir. Deməli 102 vurulsun 5. C variantı 120, 130 buradan göstərim. 165, 132 o birlərdə. Burada rahat görəsiz deyə belə yazacağım. Neçədir? 120, 130. Sadə vurğular, ortaqlar 2, 5. Yəni 130 vurulsun 2, vurulsun 2, vurulsun 3. Bu da edir 1560 və sonuncusu D variantı Əkop 165, 132. Ortaqlar nədir? 3'lər və 11'lər. Neynəyəcək? 132'ni vuracaq 5'ə. Və yaxud da 165'i bunu belə yazaq da böyük götürək, vuracaq 4'ə. Deyəcək 660. Belə. 132'ni də hansısa 5'ə vuranda eyni cavabı almış olasınız. Növbəti səhifəyə keçək. Misal nömrə 6. Altıda nə deyir? Verilən şərtlərə görə deyir, M və N hansı sadə ədədlər ola bilər? Gəlin baxaq, yazaq. A verib 5 vurulsun M, B də verib 5 vurulsun N. Əkoba da yazıb ki, A, B 105'dir. Gəlin biz bunu tənliyi kimi yazaq. Necə? Hər ikisində 5 var da, onsuza ortaqdır. 5'i çıxaq mötərizənin xaricinə. Yazaq M vurulsun N bərabərdir 105'ə. Onsuz da bunların hamısını biz bir-birinə vursaq, məsələn AB-ni tapmış oluruq. Onda cavabı 105 deyil. Ona görə bu şəkildə yazırıq. Tənlikdir. Ümid edirəm ki, hər kəsin yadındadır. Neyinirik? 105'i 5'ə bölürük. M vurulsun N-ə biz nə tapdıq? 21. 21'dirsə mən, yəni hansı 2 dənə sadə ədədi bir-birinə vuranda 21 eləyər. M-ə deyərəm 3, N-ə də deyərəm 7. Gəlin indi bunu istəyirsiniz yoxlayaq. A bərabərdir 5 vurulsun M yazmışdıq. 5 vurulsun 3. Yəni mənim A ədədim 15'dir. B-ni yazaq. 5 vurulsun N. Yəni 5 vurulsun 7. Yenə yəni 5, 7, 35. Gəlin indi Əkop 15'dən 35'in tapaq görək. Həqiqətən də 105 ala biləcəyik. 15'i sadə vurğulara ayıraq. 35'i də sadə vurğulara ayıraq. Ortaqları qeyd edək. 35'i vuraq 3'ə. 5 üçün 15, 3 üçün 9, bir də yadda 105. Aydın oldu. Bu şəkildə
yazılır. İkincisi görək nə deyir. Deməli bizim A ilə B'miz 15 və 35 imiş. İkinci B bəndi. A bərabərdir 3 vurulsun 7 vurulsun M. B bərabərdir 3 vurulsun 7 vurulsun N-ə. Əkobu da verir ki, əkob A B 210'dur. Tapaq. 3 vurulsun 7, M vurulsun N-i yenə mötərizə xaricinə çıxarıb 210'a bərabər eləyirik. 3'ü 7'yə vuranda 21 edir. M vurulsun M bərabərdir 210. M vurulsun M bərabərdir 210 bölə 21. M vurulsun M bərabərdir 10'a. Yenə mən M-ə deyərəm 2, N-ə deyərəm 5. Çünki 2'ni 5'ə vuranda 10 eləyəcək. Gəlin yerlərinə yazaq, tapaq. 3 vurulsun 7 vurulsun M. 3 vurulsun 7 vurulsun 2'ye. 7 3'üm 21, 21'i 2'ye vuranda 42. Yəni A 42'dir. B. 3 vurulsun 7 vurulsun N. 3 vurulsun 7 vurulsun 5. 7 3'üm 21, 21'i 5'e vuranda edəcək 105. Yəni B bərabərdir 105. Gəlin yenə yazaq. Doğruluğun yoxlayaq da. 42, 105 bərabərdir. 42'ni sadə vurğulara ayıraq. 105'i də sadə vurğulara ayıraq. Ortaqları qeyd edək. Nə qaldı? 105 vurulsun 2. Həqiqətən də 210'u aldıq. Deməli A 42 imiş, B də 105 imiş. Bu şəkildə maraqlı bir misal. Sonra keçək. Neçəncidir bu? 7. Nömrə 7. A-nı yazım. Bərabərliyin deyir doğru olması üçün dəyişənin bir neçə qiymətini yazın. Gəlin yazaq. Bax, əkob 20, A bərabərdir 20 yazım. Bu hansı qaydaya aiddir sizcə? Yadımıza salırıq. Biri digərinə tam bölünürdüsə, biz həmin cavabı götürürdük, böyüyü götürürdük. Deməli, burada 20 yazıbsa, A 20'dən kiçik ədədlər olmalıdır, həm də tam bölünməlidir. Nə yazaram? Məsələn, yazaram 2, 20 2'ye tam bölünür, 10, 20 10'a tam bölünür, 4 yaza bilərəm, 5 yaza bilərəm. Bu şəkildə yazmaq olar. İkincisində nə deyir? Deyir, əkob B 20 bərabərdir B-yə. B-yə bərabər olmalıdır. Deməli, 20'dən böyük ədəd alınmalıdır. Necə? 40, 60, 80. Çünki 40'ı 20'ye böləndə tam bölünür. 40'ın özü alınmalıdır. 60 20'ye tam bölünür. 60'ın özü alınmalıdır. 80 20'ye tam bölünür. 80'in özü alınmalıdır. C'də isə yazır əkob 30. K bərabərdir K-ya. K-nı verirsə, deməli bu kiçik ədəd alınır. Daha doğrusu K-nın özünü verirsə, deməli 30'dan böyük ədədlər olmalıdır. 90 ola bilər, məsələn 60 ola bilər. Bu şəkildə yazmaq olar. Sonra 2 ədədin əbub və əkobunun hasili. Deyək ki, 2 ədədin əbub və əkobunun hasili həmin ədədlərin hasilinə bərabərdir. Onsuz da bu nə deməkdir? 2, məsələn, bax, 24 ilə 36'nı verir, 24, 36. Elə 12'ni 72'ye vurmaq deməkdir də. O tərəf düstur şəklində verir. Amma belə, məsələn, deyək ki, heç düstur yadımıza düşmür. Adi qayda ilə yenə əbubla əkobu tapıb, variant cavabını yazmaq olar. AB qarşılıqlı sadədədirsə, bax, burada görürsünüz bizim dediyimiz qayda. Əkob onların hasilinə bərabərdir. Deməli, keçək növbəti 8'ə. Növbəti 8. Əkob və əbubu hesablamaqla ifadənin qiymətini tam xassənin köməyi ilə cavabı yoxlayın. Əkob 35, 15 vurulsun əbub
35, 15. Qaydamıza əsasən nə olmalıdır? 35 vurulsun 15-ə. Yəni 525 olmalıdır. Bir dənəsinin izahını ayrı-ayrıdır. Götürüm digərlərin elə birbaşa cavabını yazarıq. Əkobu tapaq məsələn. 35-i sadə vurğulara ayıraq. 15-i də sadə vurğulara ayıraq. Əkobumuz nə olacaq? 35 vurulsun 3 olacaq. Bax, əkob 35 vurulsun 3, yəni 105. İndi əbobu tapaq burada. Yenə ayrı yazım ki, qarışdırmayaq. Əbob nə olur? Ortaqlar olmurdu. Bir dənə 5'dir. Deməli 105'i biz vurmalıyıq 5'ə. 105'i 5'ə vuranda elə 525 alınır. Bax, eyni cavab alındı. Aydın oldu. Göstərmək üçün yazıram ki, bu şəkildədir. B variantında nə deyir? Əkob 12, 15 vurulsun əbob 12, 15. Yenə öyrəndiyimiz qaydaya əsasən 12'ni biz vuracaq 15'ə. Bu da edəcək 180. C variantında əkob 20, 21 vurulsun əbob 20, 21. Yenə bu nə olacaq? 20 vurulsun 21'ə. Bu şəkildə yazılacaq və 420 alınacaq cavab. Və sonuncusu D variantı. Əkob 65, 26. Əbob 65, 26. 65 vurulsun 26, 1690 alınacaq. Növbəti 9. Ədədlərin qarşılıqlı sadə ədədlər olduğunu əsaslandırın və onların əkobunu tapın. Yaxşı, gəlin tapaq. Yazıb əkob bu şəkildə 13, 14. Biz nə demişik? Demişik ki, 2 dənə ardıcıl natural ədədin əkobu onların hasilinə, əbobu 1'ə bərabərdir. Yəni biz 13'ü vuracaq 14'ə. Bu həqiqətən də qarşılıqlı sadə ədəddir. Biz bunu sadə vurğulara ayırsaq, görərik ki, heç bir ortağı böləni yoxdur. Bu şəkildə. İkincisi, əkob 17, 19. Biz demişik ki, 2 dənə ardıcıl natural tək ədəd, 2 dənə ardıcıl natural tək ədəd qarşılıqlı sadə ədəddir. Bundan əvvəlki videoda o qaydaları mütləq şəkildə öyrənin, yalnız kitabınızda da var. Yəni 17 vurulsun 19'a. Bu da edəcək 323. Bunlar da qarşılıqlı sadə ədədlərdir. Sonra əkob 43, 45. Bu da eyni qaydadır. 43 vurulacaq 45'ə. Edəcək 1935. Dördüncü əkob 25, 36. Heç bir ortaq yenə vurğu böləni olmadığı üçün bu şəkildə yazılacaq və sonuncusu əkob 20, 81. Bunların da heç bir ortaq böləni olmadığına görə, qarşılıqlı sadə ədəd olduğuna görə bir-birinə vurulacaq. Bu şəkildə. Növbəti 10. Nə verir? Deyir, məhculu tap. Əbob 33, B-də 11'dir. Əkob 33, B 165'dir. Bax, bunu biz necə taparıq? 33, B 11'dir. Ya burada məsələn 44 ola bilər, 55, ya bu şəkildə olmalıdır ki, əbobları nədir? Ortaqları 11 olsun. Bunu necə tapaq? Qayda kimi nətər yazaq? Yazaq ki, 33 vurulsun B-dir də, hə? 33 eyni şeylərdir. Bizim burada yuxarıdakı düsturumuza əsasən nədir? Cavabları da biz bir-birinə vurmalıyıq da. Yəni bunları vurulursa 11 vurulsun 165 yazaram. Biz baxırıq ki 11'dən 33'ü necə aldıq? Vurduq 3'ə. Bir-biri ilə əlaqə qururuq da. 11'dən 33'ü 3'ə vuraraq aldıq. O zaman mən 165'i neynəməliyəm? 3'ə bölməliyəm ki, bu
B'nin cavabını tapın. O zaman B nəyə bərabər olur? 55'ə bərabər olur. Aydın oldu. Bu şəkildə yazılır. Siz yenə bunun 33-lə B-nin yerinə 55 qoymuşuqsa, əbobun da, əkobun da ayrı-ayrılıqda tapsız, görəcəksiniz ki, eyni cavabı almış olacaqsınız. İkincisi, əbob 42D bərabərdir 14-ə, əkob 42D bərabərdir 210-a. Yenə eyni qayda ilə 42-ni vurarıq D-yə, 14-ü vurarıq 210-a. 14-dən 42-ni mən necə alıram? 14-ü 3-ə vuraraq alıram. Onda 210-u 3-ə bölməliyəm ki, D-nin 70 olduğum tapa bilim. Və sonuncusu, üçüncüsünü də buradan yazım. Bunu belə göstərim. Yazıb əbob A 54 18, əkob A 54 216. Yenə yazarıq ki, buradan yazaq. 54 vurulsun A bərabərdir 18 vurulsun 216. 18-dən 54-ü necə alırıq? Yenə biz bunu 3'ə vuranda edəcək 54, 216-nı da 3'ə böləndə edəcək 72. Yəni A olacaq 72. Bu şəkildə. Növbəti 11. Də nə deyir? Bu mən ifadəni yazım. Belə bir misal verir, deyir ifadənin qiymətini hesablayın. Məsələn, siz bunu yenə təkrar edin. Adi misal kimidir də. Sürəti olduğu kimi qalacaq. Biz məxrəclərini tapmalıyıq. 72 vur 18. Əkob 24, 48 ayrı-ayrılıqda sadə vurğuları ayırıb, nə bilim, elə də tapa bilərsiniz. Amma bizim qayda öyrənmişik axı. Həmişə çalışın ki, qaydalarla yola çıxın. 48 24-ə tam bölünür də 2 eləyir. Tam bölünürsə əkob nəyə bərabər olurdu? Əkob bölünənə, böyüyə bərabər olurdu. Baxıram ki, 72 də 18-ə tam bölünür, 4 alınır. Əbobda isə bölənə, yəni kiçiyə bərabər olurdu. Deməli, buradan misalımızı yazmış olduq. Biz kəsirin ixtisarından bilirik ki, 48 ilə 48 buradan ixtisar gedə bilər. 18 ilə 18 buradan ixtisar gedə bilər. 24-ün üstünə də 72 gələrəm, alaram 96. Bu şəkildə. B variantında yazaq. Misalımız bu şəkildədir. 32 vurulsun 96 bölək əbob 32 96 çıxılsın 120 vurulsun 15 bölək əkob 15 120. Yəni eyni qayda ilə yuxarılar olduğu kimi qalacaq. Biz aşağıları tapırıq. Məxrəcləri tapırıq. Əbob 32 96-da yenə öyrəndiyimiz qaydaya əsasən 32-dir. Əkob 15 120-də də 120-yə bərabərdir. Yenə 32-lər ixtisar gedəcək. Nə qalacaq? 96 çıxaq 15-ə. Yəni 81. Bu da bu şəkildə yazılır. Növbəti 12-ci misal. 12. Hesablayın deyir. Hesablayaq. Əkob 60 15. Əbob 60 15. Biz bilirik ki 60 15'e tam bölünür. Ona göre əkobumuz olacaq 60, əbobumuz olacaq 15. Cevabımız edəcək 4. İkincisi 120 20, əbob 120 15. Yine 120 20'ye bölündüğü için 120 15'e tam bölündüğü için əkobumuz olacaq 120, əbobumuz olacaq 15. Böldüğümüz zaman edəcək 8. C variantında əbob 80 160 bölək əkob 5 8. 160 80'e bölündüğü için əbobumuz edəcək 80. Əkobumuz da 5 8 olduğuna göre, qarşılıqlı sadə ədədlər olduğuna göre əkob qarşılıqlı sadə ədədlərdə nə olurdu? Onların hasilinə bərabər olurdu. Yəni 40'a bərabər olacaq. Cavabımız 2 alınacaq. Sonuncusu əbob 24 72 bölək əkob 3 4. Əbob 74
2, 72, 24'e tam bölündüğü üçün olacaq EBOB-umuz 24. EKOB-umuz da 3-dən 4 edəcək 12. Bərabərdir 2-yə. Bu şəkildə. Və bu EKOB-dan bir dənə 23-cü səhifədə də misal var. Onu da yazaq, yekunlaşaq. Bayaq biz öyrəndiyimiz qaydadır. 3 dənə veriləndə EKOB-un tapılması. Mən misalı yazım, sadə vurğularını da ayırın. Çünki 1 saatdan çox video olanda mən digər sosial şəbəkələrdə paylaşa bilmirəm. Ona görə çalışıram 1 saatdan çox keçməsin. Ona görə yazım. EKOB 2, 4, 8 verilir. Mən 2 ilə 4-ü götürürəm birinci. Biz demişik, istədiyimiz 2 dənəsini götürə bilərik. Bunları tapırıq. Deməli, EKOB-umuz nəyə bərabərdir? 4-ə bərabərdir. Sonra EKOB 4, 8-i tapırıq. 4, 2, 2, 1, 8-i 2-yə 4, 2, 2, 1. Ortaqları qeyd edək. Belə cavabımız 8 edəcək. Yəni 2, 4, 8-in cavabı ilə 8-dir. Növbəti ikinci. Götürək EKOB 8-dən 40-a. 8-i sadə vurğuları ayıraq. Ortaqları qeyd edək. Elə edəcək 40. Sonra biz EKOB 40, 50-ni tapırıq. Sadə vurğuları ayırdıq. Ortaqları qeyd edək. Biz 50-ni vururuq. 2-yə vururuq. 2-yə 2, 24. 50-ni 2-yə vuranda edir 200. Sonra üçüncüsü. Burada 24, 36, 60. Biz birinci EKOB 24-dən 36-nı yazaq. Ortaqları qeyd edək. Nə qaldı? 36 vurulsun 2. 72 elədi. İndi biz EKOB 72 və 60-ı tapmalıyıq. Aşağıda yer olmadığı üçün burada sadə vurğuları ayırdıq. Ortaqlarını qeyd edək. Nə qaldı? 72 vurulsun 5-ə. Bu dedir 360 və sonuncusu D variantı buradan göstərək. EKOB 18, 27, 45. Birinci EKOB 18-dən 27-ni tapaq. Ortaqlar 2 dənə 3-lər. 27-ni vuraq 2-yə. Beləsin 54. Sonra EKOB 54-lə yerdə qalan 45-i tapırıq. 54-ü sadə vurğuları ayıraq. -5-i də sadə vurğuları ayıraq. Ortaqları qeyd edək. Nə qaldı? 54 vurulsun 5-ə. Bu da deyir 270. Deməli, EKOB-la da burada yekunlaşdıq. Digər mövzumuz artıq kəskin ortaq məxrəcə gətirilməsidir. Onun mövzu izahında qaydanı, misalları çəkəndə mövzu izahında açıqlama hissəsinə linkini atacağım. Oradan dərs izahına baxıb sonra yazarsınız. Bugünlük mövzumuz bu qədər. Yorumlar hissəsində fikirlərinizi mədəniyyət çərçivəsində bildirməyinizi unutmayın. Özünüzə yaxşı baxın. Digər videolarda görüşmək ümidi ilə hələlik.